Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə kənar hədlərə görə örtü hədlərin tapılması mövzusunun izahına baxacağıq. Ötən videolarda bu mövzunun izahını vermişəm. Artıq başqa nəşr kitabdan eyni mövzunun izahını verəcəm ki, hər iki videoya baxaraq bu dərsi yaxşı şəkildə mənimsəmiş olasınız. Ümumiyyətlə bu dərsin məğzi nədir? Necə işləyəcək bunu? Sizə iki rəqəm verir və bu rəqəmdən mötərizənin içərisini tapmağınızı istəyir. Nə edirsiniz? Ən birinci yadınıza gələn üsul toplama üsulu olsun. 28 ilə 46-nı cəmləyirsiniz. Eləyir nə qədər? 74. 74-dən 28-i necə alarsınız? 7-ni 4-ə vurur, 28. 39 ilə 23-ü cəmləyirsiniz. Eləyir 62, 6-nı 2-yə vurur, 12. 33 ilə 88-i cəmləyir. Eləyəcək 121, 1-i 2-yə vurur, 1-ə vurur, eləyəcək 2D variantı. Sonra baxırsınız ikinci suala. Baxıram ki, burada nələr verib? Kvadratlar. 25 nəyin kvadratıdır? 5-in. 36 6-nın. 5-i 6-ya vurur, 30. 49 nəyin kvadratıdır? 7-nin. 81 9-un. 7-ni 9-a vurur, 63. 16 nəyin kvadratıdır? 4-ün. 64 8-in. 4-ü 8-ə vurur, 32. 9 nəyin kvadratıdır? 3-ün. 144 12-nin. 3-ü 12-yə vurur, eləyəcək 36 B variantı. Daha sonra baxırsınız 3-cü suala. Neyinir burada? Baxıram ki, 36 52-dən 44 alır. Düzdürmü? 53 13-dən 33 alır. Düzdürmü? 24 66-dan 45 alır. Əvvəlcə nə edərəm? Ən birinci ağlınıza gələn üsul bunları cəmləmək olsun. 36 ilə 52-ni cəmləyirsən, eləyir 88. 2-yə bölürsən 44. 53 ilə 13-ü cəmləyirsən, eləyir 66. 2-yə bölürsən 33. 32 ilə 72-ni cəmləyirsən, eləyəcək 104. 2-yə bölürsən 52. Bu da olacaq A variantı. Daha sonra baxırsınız 4-cü testin izahına. 38 ilə 65-dən 54 alır. 92 ilə 37-dən 39 alır. Necə alır? 3-ü 8-ə vurur 21, 6-nı 5-ə vurur 30. Yox, 3-ü 8-ə vurur 24, 6-nı 5-ə vurur 30. 9-u 2-yə vurur 18, 3-ü 7-yə vurur 21 və cəmləyəcək. 6-nı 3-ə vurur 18, 2-ni 6-ya vurur 12, cəmləyəcək, eləyəcək 30 C variantı. Daha sonra keçirik 5-ci test tapşırığın izahına. 68 ilə 17-dən 15 alır. 93 ilə 36-dan 75 alır. Ən birinci ağlınıza gələn üsul, bunları bir-birindən çıxaq. 68-dən 17-də çıxırsan, eləyir 51. Tərs çevirir 15. 93-dən 36 çıxırsan, eləyir neçə? 57. Tərs çevirir 75. 59-dan 23 çıxırsan, eləyir 36, tərs çevirəndə 63 D variantı. Daha sonra 16-cı test tapşırığın izahına baxırsınız. Neyinir? 13 28-dən 82 alır. 22 16-dan 76 alır. Ən birinci ağlıma gələn üsul topla. 13 ilə 28-i topla, eləyəcək 41. 2-yə vurur 82. Aydındır mı? 22 ilə 16-nı cəmləyir, eləyir 38. 2-yə vurur 76. 10 ilə 15-i cəmləyir, eləyir 25. 2-yə vurur 30. Bu da eləyəcək A variantı. Daha sonra 7-ci sualın izahına baxırsınız. Burada çox sadə. 2 ilə 3-ü cəmləyir 5, 4 ilə 5-i cəmləyir 9 yanaşı yazır. 3 ilə 5-i cəmləyir 8, 7 ilə 1-i cəmləyir 8 və yanaşı yazır. 5 ilə 2-ni cəmləyəcək 7, 4 ilə 1-i cəmləyəcək 5. Olacaq 75 C variantı. Daha sonra baxırsınız 8-ci test tapşırığın izahına. Baxıram ki, 2 rəqəmli ədəddən 1 rəqəmli ədədlər alıb. Ən birinci ağlıma toplayıb kvadrat çıxartmaq gəlir. 16 ilə 48-i cəmləyirsən, eləyir 64 nəyin kvadratıdır? 8-in kvadratı. 11 ilə 14-ü cəmləyirsən, eləyir 25 nəyin kvadratıdır? 5-in kvadratı. 63 ilə 37-ni cəmləyirsən, eləyir 100 nəyin kvadratıdır? 10-un kvadratı. Bu da olacaq C variantı. 9-cu suala baxırsınız. 92 51-dən 74 alır. Ən birinci ağlıma 9-dan 2 çıxır 7, 5-dən 1 çıxır 4. 7-dən 3 çıxır 4, 6-dan 4 çıxır 2. 2-dən 1 çıxır 1, 8-dən 2 çıxır 6. 4-dən 1 çıxır 3, 7-dən 0 çıxır 7. Bu da eləyəcək A variantı. Daha sonra keçirik növbəti test tapşırıqlarının izahına. Baxırsınız 10-cu suala. Neyinir burada? İlk baxışdan
7 ilə 9-dan 79 alır. Əgər 2 dənə tək rəqəm verirsə, həmişə çalış birinci bir-birinə vur. 7-ni 9-a vur, 63. 63-dən 79-a qədər neçə vahidəm çatmır? 16. Demək, burada nə edir uşaqlar? 7-ni 9-a vurur, üstünə gəlir 7 plus 9. Bu deyir 79. Yəni, bir dəfə vurur, bir dəfə cəmləyir, bir də cəmləyir. 5-i vuracaqsan 12-yə, eləyəcək 60. 5-in üstünə 12 gəlirsən, eləyir 17. Cəmlədin, eləyəcək 77. Y variantı. Aha, baxırsınız 11-ci suala. 6 ilə 8-dən 44 alır. İlk baxışdan ağlıma gələcək ki, 6-nı 8-ə vurur. 48 4 çıxır, amma aşağıdakı rəqəmdən olmayacaq. Neyinir burada? Birinci tərəfin kvadratın üstünə buranı gəlib. Yəni 6-nın kvadratı plus 8 44. 4-ün kvadratı plus 14 30. 8-in kvadratı plus 12, yəni 64 plus 12 bu deyiləcək 76 A variantı. Daha sonra keçirsiniz 12-ci suala. Baxıram ki, burada böyük rəqəmlərdir və kvadratlardır. 121 nəyin kvadratıdır? 11-in, 169, 13-ün. 11 ilə 13-ü cəmləyirsən, eləyir 24. 256 16-nın kvadratıdır, 196 14-ün. 16 ilə 14-ü cəmləyir, eləyir 30. 930-un kvadratıdır, %10-un. 30 plus 10, bu da eləyəcək 40. D variantı. Daha sonra baxırsınız 13-cü suala. 29 32-dən 16-nı alır. 38 54-dən 29 alır. İlk baxışdan nə gəlir sizin ağlınıza? Rəqəmləri bir-bir cəmləsəz, burada 11, 5, 16 alınır, amma burada alınmır. Niyə bilərsiniz burada siz? Tak, cəmləyərəm, tərs çevirərəm. Ödəyirmi hamısında? Bəli, ödəyir. 29 ilə 32-ni cəmlədin, elədi 61, tərs çevirdin 16. 38 ilə 54-ü cəmlədin 92, tərs çevirir 29. 46 ilə 38-i cəmləyirsən, eləyir 84, tərs çevirdin 48, bu da eləyəcək A variantı. Baxırsınız 14-cü suala, 12 48-dən 20 alır. 56 16-dan 24 alır. Neyniyərəm? Birinci cəmləyərəm. 12 ilə 48-i cəmlə. Elədi neçə? 60. 60-dan 20-ni necə alır? 3-ə bölməklə. Vəssalam. 56 ilə 16-nı cəmlədin. Elədi 72. 3-ə böldün 24. 66 ilə 24-ü cəmləyirsən, eləyir 90. 3-ə bölürsən 30. C variantı. Daha sonra keçirik 15-ci suala. 23 ilə 41-dən 4 alır. Baxıram ki, ortadakı rəqəmlər təkdirlər. 23 ilə 41-i cəmlə, eləyəcək 64. Nəyin kubudur? 4-ün. Vəssalam. 13 ilə 14-ü cəmlə, 27. Nəyin kubudur? 3-ün kubu. 92 ilə 124-ü cəmləyirsən, bu da eləyəcək səndə 216. Nəyin kubudur? 6-nın kubu. C variantı. Daha sonra 16-cı suala baxırsınız. 9 5-dən 59 alır. Necə alır? 9-u 5-ə vurarsan 45, 9 plus 5 14. 45 ilə 14-ün cəmi 59. Yəni ədədləri bir-birinə vurub, ədədləri bir-birinə toplayıb, bir də toplayıb. Vəssalam. 8-i vuracaqsan 3-ə 24, 8 plus 3 11. 24 ilə 11-in cəmi eləyəcək 35. Y variantı. Baxırsınız 17-ci test tapşırığın izahına neyniyə bilər burada? Baxıram ki, deməli 78 47-dən 13 alıb. Əgər bura azalma gedibsə, çıxım görüm nə alınır. 78-dən 47-də çıxıram, eləyir 31 və ki bunu tərs çevirək 13 eləsin. 56-dan 32 çıxırsan, eləyir 24, necə alır? 42 tərs çevirir. 95-dən 66 alırsan, 9 29 tərs çevirir 92, bu da eləyəcək B variantı. Daha sonra 18-ci suala baxırsınız. 28 44-dən 63 alır. Bir də uşaqlar bir şey qeyd edim ki, sizə bu testləri eləyəndə biraz çətinlik çəkəcəksiniz. Yəni ona görə birinci video baxın, öyrənin, sonra bunu eləyəsiniz. Bu testlər nisbətən çətin testlərdir. Ümumiyyətlə mən bir proqramı bitirdim. Ondan sonra isə keçirik artıq çox çətin test tapşırıqların izahına ki, siz bu dərsi daha yaxşı mənimsəyəsiniz. Yəni siz birinci dəfə oturub bunu eləsəz, eləyə bilməyəcəksiniz. Sizə çox çətin gələcək. Ona görə birinci video baxın, o testləri eləyin, daha sonra isə keçin bu videoya. 28 ilə 44-ü cəmlə, eləyir 72, 2-yə bölür, tərs çevirir. Vəssalam. 83 ilə 35-i cəmlə, eləyəcəksən də 118, 2-yə böl.
59 tərs çevirir 95. Bu da eləyəcək C variantı. Baxırsınız 19-cu suala. 5, 2, 2, 3. Neyə bilər burada? 5-in üstü 2, üstü. 2 bunun üstünə keçir. Üstə 2 üstü 3. Bu da eləyir 25 plus 8, 33. 4'ün üstü 3, 4'ün üstü 2. Yəni buradakı rəqəm bunun üstünə gedir. 80. 6'nın üstü 3 plus 3'ün üstü 4. Yani 216 plus 81 bu da eləyəcək 297 A variantı. Daha sonra keçirik 20-ci suala. 34 ilə 17-dən 8 alır. Necə alır? 34'ü bölür 17 eləyir 2. Nəyin kubudur? 8 olacaq. 60'ı bölür 15'e eləyir 4. Kubu 64. 84'ü böləcəksən 14'e bu eləyəcək nə qədər? 6 kubu eləyəcək 216 D variantı. Daha sonra keçirik 21-ci test tapşırığın izahına. Neyə bilər burada? Baxıram ki 6'nı 9'a vursam 54, 3'ü 2'ye vursam 6, 54'dən 6 çıxır 48, 21'dən 12 çıxır 9, 64'dən 18 çıxır. Bu da eləyəcək 46 C variantı. Bəssalam. Baxırsınız 22-ci test tapşırığın izahına 45 ilə 9'dan 3 alır. 45'i 9'a bölərəm, eləyər 5, 2 çıxaram 3. Bəssalam. 70'i bölərəm 5'e 14, 2 çıxaram, eləyər 12. 48'i 16'ya bölərsən, eləyər 3, 2 çıxarsan, eləyər 1 A variantı. Daha sonra baxırsınız 23-cü test tapşırığın izahına 45 ilə 30'dan 12 alır. Neyniyərəm? İlk baxışda cəmlə bunu. 45 ilə 30'u cəmlə. Eləyir 75. 7 ilə 5'i cəmləyir 12. 38 ilə 59'u cəmləyir 97. 9 plus 7 eləyir 16. 22 ilə 19'u cəmləyir eləyir 41. 4 ilə 1'i cəmləyir eləyir 5. Y variantı. Daha sonra baxırsınız. Bircə dəqiqə. Aha. Daha sonra baxırıq biz burada 24-cü test tapşırığın izahına 28 ilə 34'dən 36 alıb. Necə alır? 28 ilə 34'ü cəmlə eləsin 62. Düzdürmü? 6'nın üstü 2 eləyəcək 36. 15 ilə 18'i cəmləyirsən 33. 3'ün üstü 3 eləyəcək 27. 17 ilə 17'ni cəmləyirsən, eləyəcəksən də 4, 34, düzdürmü? 3'ün üstü, demək düz yazdıq bunu. Burada 4'ün üstü 4 eləyir. Bu da 4'ün üstü 4 eləyəcək 256 D variantı. Daha sonra baxırıq 25-ci test tapşırığın izahına 7 3'dən 11 alır. Necə alır? 7'ni 3'e vurur 21, 7 üstü 3 10. 21'dən 10 çıxır 11. Daha sonra 2'ni 9'a vuracaqsan 18, 2 plus 9 11. 18'dən 11 çıxırsan eləyir 7 A variantı. Daha sonra baxırsınız 26-cı test tapşırığın izahına 12 18'dən 42 alır, 28 11'dən 67 alır. Ən birinci bu tərəfi 2'yə vurur, eləyəcək 24 plus 18 eləyəcək 42. 56 plus 11 bu da eləyəcək 67. 66, yəni bu tərəfi 2'yə vurursan. 66 plus 22 bu da eləyəcək 88 C variantı. 27-ci test tapşırığının izahına baxırsınız. Burada da elə, amma burada kvadratın götürür. 4'ün kvadratı 16, üstə 21 37. 8'in kvadratı üstə 18 82. 5'in kvadratı plus 36, yəni 25 plus 36 bu eləyəcək 61 C variantı. Baxırsınız 28-ci test tapşırığının izahına. Buranı neynir burada? Demək 9 ilə 8 ilə 4'ü cəmlədi 12. Düzdürmü? Burada 9'u 3'e bölür 3. 12'ni 3'e vurur 36. Bir de izah eləyirəm. Buranı topladı. Buranı vurdu, böldü. Bir-birinə sonra da vurdu. 9 ilə 7'ni topladı 16. 5'i 1'e böldü 5. 16'nı 5'e vurdu 80. 6'nı 3'e böldü 2. 3'ü 4'e vurur 12. 2'ni 12'ye vurdu. Demək 3 üstə 4 gəldi 7, 2'ni 7'ye vurur 14. Demək bu tərəfi götürəcək, toplayacaq, bu tərəfi götürəcək, böləcək, sonra da bir-birinə vuracaq. Baxırsınız daha sonra 29-cu test tapşırığın izahına. Baxıram 9'dan 3 çıxır 6, 7'dən 2 çıxır 5. 6'nı 5'e vurur 30. 4'dən 1 çıxır 3, 9'dan 3 çıxır 6.
3-ü 6-ya vurur uşaqlar, eləyir 18. 5-dən 2 çıxır 3, 4-dən 0 çıxır, eləyir 4. 3-ü vuracaq 4-ə, eləyəcək 12. A variantı. Baxırsınız 30-cu test tapşırığın izahına 82 64-dən 40 alır. Necə alır? Ən birinci ağlına gəlir ki, rəqəmləri cəmlə. 8 plus 2 plus 6 plus 4 eləyəcək 20. 2-yə vurdum, elədi 40. Daha sonra 3 plus 0 plus 1 plus 8 bu eləyəcək səndə 12. 2-yə vurdun, eləyəcək 24. Y variantı. Daha sonra keçirik 31-ci test tapşırığın izahına. 14 ilə 27-dən 18 alıb. 68 ilə 35-dən alır səndə 63. Nə edirsən birinci? Mən bunu əvvəlcə 14 ilə 27-ni cəmləyərəm. Cəmləsəm nə alınacaq? Görürəm ki, burada heç bir şey alınmadı. 14-dən burada əslində alınardı, amma indi vuracam bir-birinə və toplayacam. 1-i 4-ə vurdun 4, 2-ni 7-yə vurdun 14, topladın 18. 6-nı 8-ə vurdun 48, üstü 15, elədi 63. 8-in üstünə gəlirsən 63, bu elədi 71. Burada olacaq 64 plus 6, bu da eləyəcək 70. S variantı. Daha sonra baxırsınız 32-ci test tapşırığın izahına 7 8-dən 29 alır, 3 9-dan 23 alır. Daha sonra 2 6-dan 15 alır. Necə ala bilər bunu? Əvvəlcə 7-ni yəni toplasaz nə olar? 7 ilə 8-i toplasaz elədi 15. 2-yə vurub 1 çıxır, yazır ortaya. Vəssalam. 3 ilə 9-u cəmləyir 12. 2-yə vurub 1 çıxır, yazır ortaya. Aydın oldu mu? Daha sonra 6 ilə 5-i toplayırsan 11. 2-yə vurursan 1 çıxırsan. Bu deyiləcək 21. D variantı. Daha sonra 33-cü test tapşırığın izahına baxırsan 4 3-dən 25 alır. Necə ala bilər? Əvvəlcə ağlıma gəlir ki, ümumiyyətlə mən sizə o bir dərslərdə də demişdim. 4 3-dən 25 harda gördünsə, birinci kvadratlar ağlına gəlsin. Kvadratların cəmi orta eləyir. 49 plus 16 65. 36-nın üstünə 25 gəlir, bu da eləyəcək 61. Daha sonra 34-ə baxırsınız. 2 4-dən 16 alıb. Bax 2 bu 4-ü yazır bunun qüvvətinə eləyir 16. 3 bu 3-ü yazdı bunun qüvvətinə elədi 27. 4 bu 3-ü yazdı bunun qüvvətinə elədi 64. 7 bu 3-ü yazdı bunun qüvvətinə, bu deyiləcək 343. S variantı. Daha sonra baxırsınız 35-ci test tapşırığın izahına 62 35-dən 45 alır. Neyniyər? 3-ü 5-ə vurur 15, 6-nı 2-yə bölür 3. 15 də 3-ə vurdu 45. 2-ni 7-yə vurur 14, 9-u 3-ə bölür 3. 14-ü vuracaq 3-ə, bu deyiləcək 42. S variantı. Baxırsınız 36-cı test tapşırığın izahına 6 8-dən 16 alır. Necə alır? 6-nı 8-ə vurur 48, 3-ə bölür 16. 7-ni 9-a vurur 63, 3-ə bölür 21. 8-i 9-a vurur 72, 3-ə bölür 24. 6-nı 7-yə vuracaq 42, 3-ə böləcək, eləyəcək 14. A variantı. 37-ci test tapşırığın izahına baxırsınız. 4 5-dən 23 alır. 7 2-dən alır 20. Neyniyərəm? Bu tərəfi 2-yə vuraram, bu tərəfi 3-ə və toplayaram. 8 plus 15 23. 14 plus 6 20. 6 plus 21, bu deyiləcək 27. B variantı. Daha sonra 38-ci test tapşırığın izahına baxırsınız. Ən birinci ağlıma gəlir ki, bunu neyniyəsən? Bunu cəmlə. 18-dən 21-i cəmlə, eləyəcək 39. 39-dan 27-ni necə alarsan? 3-ü 9-a vurur 27. Aydın oldu mu? Daha sonra baxırsınız bura. Demək 5-i 2-yə, 52 ilə 31-i cəmlə, eləyəcək 83. 8-i 3-ə vur 24. 36 ilə 67-ni cəmlə, bu deyiləcək 103, 1-i 0-a vurur, 0, 3-ə vurur, eləyəcək 0. B variantı. Baxırsınız 39-cu test tapşırığın izahına. Çox rəqəm görəndə demişdim ki, rəqəmləri ya toplayın, ya bir-birinə
aralarında vurun toplayın. Bax burada 1 3'ə vurur 3, 4'ə vurur 12, 2'ni 1'ə vurur 2, 6'ya vurur 12. 12 ilə 12'ni toplayır 24. 2'ni 5'ə vurur 10, 2'ye vurur 20, 3'ü 2'ye vurur 6, 8'e vurur 48. 20 ilə 48'in cəmi 68. 3'ü 1'ə vurur 3, 6'ya vurur 18, 6'ını 3'ə vurur 18, 4'ə vurur 72. Cəmləyirsən eləyir 90. D variantı. Daha sonra keçirik uşaqlar 40-cı test tapşırığın izahına. Neyinir burada? 8'dən 3 çıxır 5, kvadratı 25 tərs çevirir 52. 5'dən 1 çıxır 4, kvadratı 16 tərs çevirir 61. 7'dən 1 çıxır 6, kvadratı 36 tərs çevirir 63. Aydındır mı? Daha sonra baxırsınız 41-ci test tapşırığın izahına. Bu tərəf bu tərəfə bölür və ortada kvadrat yazılır. 65'i bölür 13'ə 5, kvadratı 25. 84'ü 12'ye bölür 7, kvadratı 49. 96'nı 32'ye bölür uşaqlar 3, kvadratda 9. Vəssalam. Bu qədər. İkinci hissədə isə bunun ardına 42-dən 79'a qədər də onun izahını verəcəm. Çünki indi mənim dərsim var. Çalışdım ki, yarıya qədər izah edeyim ki, bundan anlayışınız olsun. Digər yarısını isə inşallah axşam paylaşacağım. Uğurlar. Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə yarı qalmış kənar hədlərə görə orta hədlərin tapılması mövzusunun izahına baxacağıq. Biz qalmışdıq 41-ci sualda. Mən elə xatırlayıram. Kim video baxmayıbsa, zəhmət olmasa bundan öncəki video baxar. Profilə daxil olanda üzərində bütün videoların yazılır ki, hansı dərsdir. Baxırsınız 41-ci suala neyinir? Baxıram ki, 65 ilə 13'dən 25 alır. Necə ala bilər? 65'i 13'ə bölsəm, eləyəcək 5, kvadratda 25. 84'ü 12'ye bölsəz, eləyəcək 7, kvadratda 49. Xəttim onsuz da pisdir. Buruçka laf, ümumiyyətlə xəttim laf pis göstərir. Baxırıq, 72'ni bölürsüz 18'ə, eləyəcək 4, kvadratda 16. 96'nı 32'ye bölürsüz 3, kvadratda 9, o da olacaq Y variantı. Daha sonra baxırsınız 42-ci suala. Neyinir burada? 35 28'dən 49 alır. Necə alır? İlk ağlıma 35'dən 28 çıxmaq gəlir. Eləyəcək 7, kvadratda 49. 64'dən 56 çıxır. Eləyəcək 8, kvadratda 64. 23'dən 17 çıxır 6, kvadratda 36. 86'dan 74 çıxacaq. Eləyəcək 12, kvadratda olacaq 144. Bu da olacaq A variantı. Daha sonra 43-cü suala baxırsınız. Bu görmə sualıdır. Neyinir burada? 81 nəyin kvadratıdır? 9'un. 49 nəyin kvadratıdır? 7'nin. 36 nəyin kvadratıdır? 6'nın. 25 nəyin kvadratıdır? 5'in. Bu da olacaq D variantı. Baxırsınız 44-cü test tapşırığın izahına. 73 ilə 62'dən 48 alır. Bir saniyə düşünün. Sonra isə mən eləyim. Demək, 7'dən 3 çıxdı 4, 6'nı 2'ye vurdu 12, 12'ni 4'ə vurur 48. Biraz qarışıq oldu, yeni izah edirəm. Bu tərəfi çıxır, bu dəfə bu tərəfi vurur, bir də vurur. 8'dən 2 çıxacaqsan 6, 4'ü 5'ə vuracaqsan 20. Sonda isə 6'nı 20'ye vurursan eləyəcək 120 B variantı. Daha sonra baxırsınız 45-ci test tapşırığın izahına 78 ilə 47'dən 33 alır. Daha sonra 96 ilə 54'dən 44 alır. Bir dəqiqə düşünün, sonra isə mən yazacağım. Birinci tərəfdən ikinci tərəfə çıxacaqsınız. 78'dən 47 çıxırsınız, eləyir 31. Plus 2 eləyəcək 33. Vəssalam. 96'dan 54 çıxırsan, eləyəcək 42. Plus 2 olacaq 44. Daha sonra 95'dən 38 çıxırsan, eləyəcək 7, 57 plus 2 olacaq 59 A variantı. Daha sonra 46-cı test tapşırığın izahına baxırsınız. 14 ilə 25'i cəmləyir, eləyir 39, tərs çevirir 93. Yəni bunlardan ortanı alırsınız. 26 ilə 32'ni cəmləyir, eləyir 58, tərs çevirir 85. 47 ilə 51'i cəmləyir, eləyir 98, tərs çevirir 89 B variantı. 47-ci test tapşırığın izahına baxırsınız. Neyinə bilər burada? İlk ağlıma gələn metod bir-birindən çıxsaq nə olacaq? 86'dan 35 çıxdıq.
ödəmədi burada. Sonra toplasam, eləcək 86 ilə 35-in cəmi 121 nəyin kvadratıdır? 11-in kvadratı. 91 ilə 78-i cəmləyir 169 nəyin kvadratıdır? 13-ün kvadratı. 9 ilə 97-ni cəmləyəcəksiniz, eləcək 196 nəyin kvadratıdır? 14-ün kvadratı. C variantı. Nəyə görə birinci çıxıb sonra topladım? Çünki istəyirəm ki, sizin də ağlınıza metodlar gəlsin ki, video baxdıqca da özünüz görəsiniz ki, hansı metodlardan istifadə olunub. Yoxsa ki, zaten müəllimlər bunların hamısının həllinin üsulunu bilirlər. Əsas odur ki, siz burada nəsə öyrənəsiniz. Məsələn, 48-ə baxırsınız. Baxıram ki, burada kubdur, bu da kvadrat. 27 3-ün kubudur, 64 8-in kvadratıdır. 3 ilə 8 topladı, 11. 216 6-nın kubudur, 110-un kvadratıdır. 6 ilə 10-u cəmlədi, 16 Y variantı. Baxırsınız 49-cu suala. 4 ilə 23-dən 39 alır. İlk baxışdan elə kvadrat gəlir ağlıma. 4-ün kvadratı plus 23 eləyəcək 39. 9 kvadratda plus 12 bərabərdir 93. 8 kvadratda plus 15, bu eləcək 64 ilə 15-in cəmi 79 A variantı. Daha sonra keçirik. 50-ci suala baxırsınız. 6 9-dan 45 alır. Neyiniyər? 6-nı 9-a vuraram, eləyir 54. Tərs çevirirəm 45. 9-u 3-ə vururam 27. Tərs çevirirəm 72. 8-i 6-ya vururam 48. Tərs çevirdim 84. D variantı. Baxırsınız 51-ci test tapşırığın izahına 2 27-dən 18 alıb. 2-ni vurursam 27-yə neçə eləyəcək? 54, 3-ə bölür, 18. Demək, bunu buna vurur, 3-ə bölür. Vəssalam, 15-i 5-ə vurub 3-ə böləcəksən, bu da eləyəcək 25. D variantı. 52-ci test tapşırığın izahına baxırsınız. Ən birinci 58 21-dən 16, 45-dən 23-dən 14 alıb. Neyin yeri? 58-dən 21-i ən birinci cəmliyə eləcək 79. 7 ilə də 9-u topladı 16. 72 ilə 34-ü cəmləyəcəksən 6, 106. 1 plus 0 plus 6 eləyəcək 7. D variantı. Baxırsınız 53-cü test tapşırığın izahına. 5 ilə 2-dən 12 alır. Necə ola bilər? 5 ilə 2-ni cəmləyir 7. Düzdürmü? Burada diqqətli olun. 5-dən 2 çıxır 3. 7-ni 3-ə vurur 21. Tərs çevirir 12. Rəqəmin cəmini rəqəmin fərqinə vurur. Alınan hasili tərs çevirir. Vəssalam. 6-nın üstünə 3 gəlir 9. 6-dan 3 çıxır 3. Düzdürmü? 9-u 3-ə vuracaq 27. Tərs çevirdi 72. C variantı. 54-cü test tapşırığına baxırsınız. 72 ilə 6-dan 21 alır. Neyiniyər? 72-ni bölür 6-ya 12. Tərs çevirir 21. 48-i bölür 2-yə 24. Tərs çevirir 42. Vəssalam. 68-i bölürsən 4-ə 10. 7, tərs çevirdin 71 olacaq C variantı. Cavabda 17 də ola bilərdi. Bəzən tələbə götürür cavabı o qədər sevinir ki, düz tapdı deyə səhv işarələr. Ona görə diqqətli olun. Nəyi veribsə onu yazırsınız. Baxırsınız 55-ci suala. 3 ilə 5-dən 19 alır. Aha, nə edə bilər burada? 3-ün kvadratı, düzdürmü? Buranda 2-yə vurub. Vəssalam. 4-ün kvadratı, buranda 2-yə vurub. İfsyo. 9-un kvadratı 81 plus 4 vur 2. Bu da eləyəcək 81 plus 8, 89. D variantı. Vəssalam. 56-cı suala baxırsınız. Zəhmət olmasa, neyə bilər burada? Burada 4 6-dan heç nə başa düşülmür. Amma 5 7-dən başa düşülür ki, 7-ni 3-ə vurur 21, buranda 2-yə vurur. Niyə görə? Çünki vurma cədvəlində sonu 1 ilə qutaran 7-dədir də. Yəni 5-də zaten bütün nəyə vursam 5 ilə qutaracaq. 5-i nəyə vursam 5 ilə qutaracaq zaten. Yəni kvadrat olsun, yaxud da hansısa bir rəqəmə də vursam, yəni bu tərəf 31 ödəməyəcək. Ona görə bu 7-ni 3-ə vururam 21, buranı 2-yə vururam. Buranı 3-ə vurdum, buranı da 2-yə. İfsyo. 8-i 3-ə vurdum 24, 7-ni 2-yə vurdum 14. 14 ilə 24-ün cəmi eləcək 38. B variantı. Baxırsınız 57-ci test tapşırığın izahına 23 ilə 46-dan 54 alır, 37 ilə 51-dən 64 alır. Ən birinci cəmliyin görüm nə gəlir başıma? 23 ilə 46-nı cəmlədim, elədi 69. İfsyo, 6-nı 9-a vurur 54. 37 ilə 51-i toplayır 88, 8-i 8-ə vurur 64.
54 ilə 68-i cəmlədi. Eləyəcək 2, 122. 1-i 2-yə vurur 2, 2-yə vurur 4. Vəssalam. Baxırsınız 58-ci suala. Baxıram ki, ortalar kublardır, düzdür. Ona görə çıxsın böyük rəqəm eləyəcək. Rəqəmləri gəl cəmləyək. 17, 6. Всё. 17-dən 6 çıxır. 6 yox, 11 çıxır. Düzdürmü? Eləyir 6. Kuba yüksəldir 216. Vəssalam. Demək 5 ilə 8 13, 2 ilə 3 5. Düzdürmü? Çıxdı 8, kuba yüksəldir 512. 6 ilə 2 8, 1 ilə 3 4, 8-dən 4 çıxıb kuba yüksəldir. Bu deyir 64 A variantı. Baxırsınız 59-cu test tapşırığının izahına 5 2 1 2-dən 58 alır. Demişdim ki, ümumiyyətlə 7 ilə 3 harda görsəz, çox vaxt kvadratların cəmini toplayır deməkdir. 5 ilə 2-ni toplasam, kvadrata yüksəltsəm, üstünə gəlsəm 1 plus 2-nin kvadratını eləyəcək 58. Görək bunlarda dödüyürmü? 3 ilə 5-i cəmlədim, 8, kvadratı 64, 2 ilə 2-nin cəmi 4, kvadratı 16, bəli ödədi. 3 plus 5 kvadratda, 2 plus 2 kvadratda elədi 80. 4 plus 1 kvadratda, 6 plus 2 kvadratda. 4 ilə 1-in cəmi 5 kvadratda 25, 6 ilə 2-nin cəmi 8 kvadratda 64. Bu da elədi 89 C variantı. Səsim biraz yorğun gələ bilər. Mən üzrlü sayın, çünki bütün günü dərsdə olmuşam. İndi də biraz da yorğunluq, həm də biraz da dərslər o qədərdir ki, yəni video çəkməyə bəzən çatdıra bilmirəm, amma söz vermişəm deyə mütləq bunlar videolar çəkməliyəm. Ona görə səsimə fikir verməyin, siz ancaq dərslərə baxın. Baxırsınız 60-cı suala 9 ilə 5-dən 16 alır, 1 ilə 7-dən 36 alır. 9-dan 5 çıxır uşaqlar 4, kvadratda 16. 1-dən 7 çıxır, kvadrata yüksəldir 36. 4-dən 6 çıxır, mənfi 2, kvadratda 4 A variantı. 61-ci suala baxırsınız. Baxıram ki, burada 15 ilə 5-dən 72 verib, 20 ilə 4-dən 75. Niyə bilər burada? 15-i 5-ə vurdu, 75. 15-i 5-ə böldü, 3. 75-dən 3 çıxdı, 72. Vəssalam. Demək, 32-ni vuracaq 8-ə, düzdürmü? Bu eləcək sizdə 256. 32-ni böləcək 8-i elədi 4. Düzdürmü? 256-dan da 4 çıxır, eləyir 252. Vəssalam. Baxırsınız 62-ci suala. Görürəm ki, burada kvadratlardır, düzdür. Çox güman ki, burada rəqəmin cəmi ilə işləyir. Rəqəmi cəmləsəm, bu eləyəcək 18, bu da eləyəcək 5. Düzdürmü? Demək, 18-dən 5 çıxıb kvadrata yüksəldi. Vəssalam. Burada 8 ilə 2, 10, 16 buradadır, 13 də buradadır. Çıxıb kvadrata yüksəldəcək, eləyəcək 9. Daha sonra baxırsınız 63-cü suala. 25, 36 ilk baxışdan adam elə bilir ki, kvadratdır. Amma bu tərəfdə görürsünüz ödəmədi. Demək, rəqəmin cəminə baxın. 2 ilə 5, 7, 3 ilə 6, 9. 7-ni 9-a vurdu, 63. 3 ilə 4, 7-dir. 7 ilə 4, 11-dir. 7-ni 11-ə vurdu, 77. Baxırsınız 64-cü suala. Neyə bilər burada? Baxıram ki, 27 ilə 15-i cəmləyək görək başımıza nə gəlir? Eləyir 42. Gör, tərs çevirir 24. 84 ilə 12-ni cəmlədi, elədi 96, tərs çevirdi 69. 39 ilə 58-i cəmləyəcək, eləyəcək 97, tərs çevirdi 79 C variantı. Daha sonra baxırıq 65-ci test tapşırığın izahına. Baxıram ki, burada 6 2-dən 37 alıb, düzdürmü? Demək, 4 3-dən 65. İlk baxışda ağlıma nə gəlir? 6-nın üstü 2, yəni bu rəqəm gedir bunun qüvvətinə. Üstə 1. Vəssalam. 2-nin üstü 5, 32, üstə 1, 33. 8-in üstü 2, 64, üstə 1 olacaq 65. A variantı. 66-cı suala baxırsınız, 12 4-dən 51 alır. Neyinlər? 12-ni 4-ə vursa 48, 12-ni 4-ə bölsə 3. 48-dən 3-ün cəmi 51. 36-nı vurur 6-ya. Bu eləcək 216, düzdürmü? 36-nı bölür 6-ya, bu deyir 6, düzdür? 216-dan da 6-nı neyinir burada? Cəmləyir. Bu deyəcək 222 A variantı. Baxırsınız 67-ci test tapşırığın izahına. 3-ü 2-yə vurur uşaqlar 6.
kvadratda 36, biri 1-ə vurur, 1, kvadratda da 1, cəmlədir. Rəqəmləri bir-birinə vur, kvadrata yüksək, sonra cəmlə. Biri 5-ə vur, 5, kvadratda 25, 2-ni 3-ə vur, 6, kvadratda 36. Və salam, cəmləyirsən eləyir 61, Y variantı. Baxırsınız 68-ci test tapşırığın izahına. Burada görürəm ki 7 9-dan 65 alıb. İlk vurma cədvəli yadıma düşür. 7-ni 9-a vururam 63 plus 2 65. 6-nı 7-yə vurdu 42 plus 2 44. 9-u 4-ə vurdu 36 plus 2 38. Olacaq A variantı. Baxırsınız 69-cu suala, bu da çox asandır. Görmə sualıdır. 90-ı 10-a bölür. 9 kvadratı 81 tərs çevirir 18. Ümumiyyətlə etibar lətifliyini deyəsən, ancaq tərs çevirməklə çox, yəni o misallara çox üstünlük verir bu kitabda. 64-ü bölür 4-ə. 16 kvadratı 256 tərs çevirib 652. 60'ı 10'a bölür 6, kvadratı 36, tərs çevirir 63. D variantı. Aha, sonra keçirik artıq bu tipli suallara. Baxırsınız ki, burada belə tiplər verib, 4 dənə rəqəm verib. Əslində tələbələr burada həmişə çaşırlar, amma çaşmağa ehtiyac yoxdur, çünki çox asan suallardır. Yəni burada çox rahat olur, ya toplayır, ya çıxır bir-birindən. Məsələn, burada nə edib? 23-dən 14 çıxdı 9, 15-dən 11 çıxdı 4, düzdürmü? 9-u 4-ə vurdu 36 və salam. 28-dən 16 çıxır 12, düzdürmü? 76-dan da 68 çıxır, eləyir 8. 12-ni 8-ə vurur, eləyir 96, D variantı və salam. Baxırsınız 71-ci suala. 27, 45, 12 alıb burada. 27 ilə 45-i cəmliyim görün başıma nə gəlir? Bu elədi 72, düzdürmü? Bununla da bunun cəm elədi 60. İfsyo 72-dən 60 çıxır 12. Burada 63-dən 24 toplayacaq. Eləyəcək 87 plus. Burada da eləyəcək, yox, çıxacaq. 87-dən, demək bunun cəmini, bunun cəmini çıxır. 59. Bu da eləyəcək sizdə 8, 28 boy variantı və salam. Baxırsınız 72-ci suala. Baxıram burada 62, 28, 37, 22 nə inəyərəm? 62 ilə 28-i cəmlə eləsin 90, düzdürmü? 37-dən də 22 çıx eləsin 15, böl eləsin orta və salam. 83-dən 77-ni toplasam eləyəcək 160, 68-dən 36 çıxsam eləyəcək 32, düzdürmü? Bölsəm bunu, bu da eləyəcək 5. Salam. Baxırsınız 73-cü suala. Bu da çox rahat. 65-i 13-ə bölür 5, 96-ı 16-ya bölür 6. Videonu izləyən tələbələr deyəcək ki, nə oldu elə müəllimə hamısını asan dedi. Amma həqiqətən əliniz öyrəşindən sonra çox rahat olacaq sizə. 5-i 6-ya vurur 30. 66-nı 22-yə bölür 3, 76-nı 19-a bölür 4, 3-ü 4-ə vurur 12, Y variantı. Baxırsınız 74-cü suala. Bu da rahatdır. 6-nı 9-a vurur 54, 4-ü 12-yə vurur. Elədi 48. Düzdürmü? 54-dən 48 çıxdı 6. 9-u 7-yə vurdu 63. 3-ü 17-yə vurdu. Elədi 51. Çıxdı. Elədi 12. D variantı. Daha sonra baxırsınız 75-ci suala. Neyinir burada? 18, 13, 12 ilə də 29. Düzdürmü? Ağlıma gəlir ki 18-dən 13 çıxdım 5, 12-dən 29 ilə toplayıram, eləyir 41, düzdürmü? 41 ilə də 5-i vurdum 205 və salam. 92-dən 88 çıxdım, düzdürmü? Bu elədi 4, 18 ilə də 15-i cəmlədin, elədi burada 3, 33, düzdürmü? 4-ü də 33-ə vurdun, elədi 132 və salam. Baxırsınız 76-cı suala. Neyinir burada? 6'nın kvadratı 36, tərs çevirir 63. 3'ün üstü 4, 81, tərs çevirib 18. 2'nin üstü 5, 32, tərs çevirib 23. Salam, olacaq A variantı. Baxırsınız 77-ci suala. Baxıram ki 3, 1, 6, 5. 3'ü 6'ya vurur uşaqlar 18. 1 ilə də 5'i topladı, yazdı böyrünə. 5 ilə 4'ü vurdu, 7 ilə də 2'ni topladı, yazdı bura. 8'i 4'ə vurur 32, 5 ilə də 2'ni topladı, 7. Və salam. Baxırsınız 78-ci suala. Bu sualı indiyə qədər bütün tələbələrim mənə sual veriblər. Həmişə bu suallarda qalır. Çünki bu görmədi, biraz adamın ağlına gəlmir. Neyinir? 32-ni 8-ə bölür 4, 63-ü 9-a bölür 7.
51'i 3'ə bölür 17, 24'ü 6'ya bölür 4. 88'i 8'e bölür 11, 16'nı 8'e bölür 2, bu da eləyəcək 112. Baxırsınız 79-cu suala. Burada görürəm ki, bunlar kvadratlardır, düzdürmü? Bu 3'ün kvadratıdır, bu da 7'nin. 3'ü 7'ye vurub 21 və salam. 5'i vurub 8'e eləyib 40. 6'nı vurub 9'a eləyib 54. 2'ni vurur 13'e, bu da eləyəcək 26 D variantı. Demək, bu mövzu bu qədər. Yəni, mən bundan qabaqki videoda izah eləmişdim Etibar Lətiflinin başqa kitabından. Bu isə 79-dan sualda digər kitabdandır. Məncə bu mövzu ilə bağlı bütün suallara artıq cavab vermişəm. Bütün testləri işləmişik bir yerdə və bundan sonra artıq bu videonun davamı olmayacaq. Başqa dərsləri izah edəcəm, başqa kitablardan. Çünki mənə görə ən yaxşı kitablardan bütün dolğun izahlar olunub. İnşallah ki, sizə bir faydası toxunar. Gecəniz xeyrə qalsın. Növbəti videolarda inşallah görüşənədək sağ olun.